Bu yer ne yerdə gördüğünüz yer, evvela devletimizden razıyıq, hökumətimizden razıyıq. Asfaltımızı çəkiblər, gazımızı çəkiblər. Hiçbir narazılığımız zadımız yoktur. Bizim bir tane narazılığımız örüş yerin. Biz de prezidentimizden xahiş ediyoruz. Xahiş ediyoruz bizim şikayetimizi oraya çatdırılsın, bilsin. Bu bizim olduğumuz ərazi 5 hektar yeri qeyri-qanuni olaraq sənəd düzəltmişəm deyib, gəlib deyir ki, mən buranı alacağım, siz başınızın çarəsini çəkin. Xahiş edirik prezidentimizdən, bizim işimizdən maraqlansın. Bu sənəd nə yolla, hansı yolla sənəd düzəltsə bizim də başımız çıxmır. Buna bir əncam çəkilsin. Başqa? Sağ olursun sana. Cənab Ali Başkomandan xahiş edirəm, İlham Əliyev cənablarından. Mən özüm də 2-ci Qarabağ veteranıyam. 44 gün müharibədə olmuşam. Biz gedim erməni torpağı niyə aldıq? Cəmaatımız rahat yaşasın deyə. Düzdürmü? Bugünkü gün gəlib buranı bağlayıb. Cənab Prezident İlham Əliyev cənablar sizdən xahiş edirəm. Artıq dərəcədə. Bu kəndə bir nəzarəti göndərin ki, gəlin bir baxsın, görüm nə eləmək istəyir bu. Bundan bir neçə illər qabağı gəldi buranı bağlamaq istəyəndə dedi ki, Cənab Prezidentimiz deyir ki, kənd cəmaatının ölüş torpağına heç kim müdaxilə eləyə bilməz. Heç kim. Qatı belə dedi. Mən heç kimi tanımıram. Belə dedi. Hər şey mən axırın gedərəm. Mən heç kimi tanıyıram. Necə olurdu? Gəlim deyir Naxçıvanlı hansısa bir şişbaş deyir. Hansısa bir şişbaş. Ala bilər. Amma ki o Naxçıvanlı dediği adam gəlib şəxsi torpaq alıb. Mən satmışam şəxsi torpağımı söz gəlişi. Mənim torpağımı alıb. Amma gəlib kəndin ölüş sahəsinə girməyib həyatı boyu. Bu adam bunları eləyib. Amma bu adam heç kimə görəm qorxmur maşallah. Bunun deyəsən suyu şəhəri yerdən gəlir. Adam kimdir? Qaraxanov Oruc. Şəhər Sovetinin böyüyü olub. İşdən çıxanda bir 10 gün olar, bəlkə 15 gün olar. Buna nə təngə gəlmişik, bura yığılmışıq. Kənd üçün bir qəpik xeyri dəyməyib. Bir qəpik xeyri dəyməyib bu insana. Amma gəlin buranı zəbt eləmək istəyir. Hələ qorxu göndərir ki, kimlərlənsə. Mən orada polislə gələcəm. Duxlu oğul var, çıxım orada danışsın əbəd danışandayı kimi. Azərbaycan polisi durur cəmaatın arxasında ki, cəmaata heç nə olmasın, kimsə kiməsə Əsayişi qoruyur. Əsayişi qoruyur. Azərbaycan polisi tək səni qorumaq üçün deyil. Və yaxud da biz durum, o insana, burada artıq söz deyən deyilik və yaxud da o insana biz qaldıran deyilik, polislə gələcəm. İndi kasıb cəmaat da hamı polisdən qorxur, təmiz söhbət eləyək, qorxur. Bura su hardan gəlir? Buranın su yuxarıdan gəlir, qaynama su gəlir yuxarıdan. Onu qabağını bağlayıb. Kim bağlayıb? Qaraxanov Oruc balıq gölü tikdirib, balıq gölündə ərazisi bələdiyyə torpağı da deyir ki, mən müqavilə ilə almışam bu torpağı. Bir də bu yuxarıdan kəndinin içindən gəlir. Sizin suyunuzu kəsibdir da bura gələn. Bəli, suyunu kəsib, həm də bu yuxarıdan gələn suyu da kənd cəmaatı 5-10 manat verir, suyu da nəyinədir, yəni. Bura su tökdürür ki, yayda mal heyvan su içsin deyə. Bu şeydən ötür. Aydındır. Heyvanların da hamısı cəmaatın heyvanı otlayır, gəlib burada su içir. Buradan sonra gedir örüşə otlamağa. Xahiş edirik ki, buna baxılsın, bizim köməklər göstərilsin. Bu qışça ləğv olunsun, əvvəlki kimi cəmaata qaytarılsın. Başqa sözü olan var? Sağ olun, sağ olun. Çox sağ olun.